Bir iş yerin sizə verdiyi ən komik bonusu nə olub? Mən çoxlu pulu olan insanlar üçün böyük bir hərrac evində fiziki iş görürdüm. Yeni il üçün bizə binadakı qəhvəxanadan bir fincan qəhvə üçün kupon verdilər. Halbuki qəhvə onsuz da pulsuz idi. Hələ də o kupon məndədir. Getdiyim yerin necə bir yer olduğunu xatırlamaq üçün gözəl bir xatirədir. Ən böyük tort dilimi. Bir şirkətdə 9 il işlədim və onun ən çətin dövrlərindən keçməsinə kömək etdim. Tez-tez ödənişsiz əlavə iş saatları işləyirdim və həmişə gözləntiləri aşmağa çalışırdım. Bunlar mənə həsr olunmuş tanınma çıxışında rəhbərin vurğuladığı məqamlar idi. Çıxışını isə belə bitirdi. Əksər ailələr çörək qazanan şəxsə ən böyük toyuq tikəsini saxlayır. Buna görə də bu ənənəyə sadiq qalaraq sənə ən böyük və ilk tort dilimini təklif edirəm. Belə böyük bir tanınmadan sonra təxminən bir ay ərzində həqiqi pul mükafatı gözlədim. Heç nə almadıqdan sonra çıxış ərizəmi verdim və səbəb olaraq həmin çıxışı və əməklərimin qarşılığında real mükafat almamağımı göstərdim. Bizdə 11 işçi dərhal işdən çıxmışdı. Çünki onlar maaşları və iş qrafikləri ilə bağlı baş əməliyyat direktoru ilə görüşmək istəyirdilər. Amma o onları dinləməkdən imtina etmişdi. Ofis çarəsizcə onların yerini doldurmağa çalışırdı və tam xaos yaşanırdı. Həmin həftənin sonunda rəhbərlik işçilərinə verdiyi dəyəri göstərmək üçün hamıya pizza sifariş etdi. Təəssüf ki, pizza mənim hesablarımı ödəmir. Köhnə pərakənddə iş yerim bizə Şükran günü üçün hinduşka kuponları verdi. Kuponları istifadə etməyə gedəndə məlum oldu ki, onlar əslində yalnız 25 dollar və daha baha hinduşka aldıqda 5 dollar endirim verirdi. Mən iri bir ağac məhsulları istehsalçısında satış üzrə işləyirdim. Öz bölgəmdə rekord həddə 51 milyon dollarlıq satış etmişdim. İkinci yeri tutan şəxs cəmi 12 milyon dollar satmışdı. Mən 100 dollar bonus aldım. İkinci yer tutan isə Rolex saatı qazandı. Satış konfransında CEO bunu zarafatla yanaşaraq dedi. Bəzən ikinci yerə çıxmaq daha sərfəlidir. Mən dərhal konfransdan çıxıb 2 həftəlik işdən çıxma ərizəmi yazdım və birbaşa keçmiş iş yerimə rəqib olan öz şirkətimi qurdum. Mən hələ də fəaliyyət göstərirəm, onlar isə artıq yoxdur. Bütün şöbəni işdən çıxartdılar, təkcə məni saxladılar. Mənə dərhal 10% bonus alacağımı və sonra da əlavə bir bonus veriləcəyini bildirdilər. Bir e-mail poçtu gəldi. Maaşıma cəmi 25 sent artım tətbiq edilmişdi. 30 dəqiqə sonra ofisimi boşaltdırdım və həyatımın ən böyük siktir get məzmunlu istefa ərizəsini təqdim etdim. Mənə heç vaxt gözlədiyim məvacibi almayacağımı dedilər. Nə bilim nə. İndi həftədə cəmi 10 saat işləyirəm və orada qazandığım məbləğin 2 qatını qazanıram. Hələ də mənə zəng vurub problemləri necə həll edəcəklərini soruşurlar. Hər dəfə də gülməkdən ölürəm. Həmişə bəlkə hüquq şöbəsindən soruşarsınız ya da qaydalara baxın. Mən artıq orada işləmirəm. Mənə rahat buraxın deyirəm. Mənim başıma gəlməyib, amma bir iş yoldaşım böyük bir texnologiya tətbiqinin mərkəzi fiqurlarından biri idi. Layihə başa çatdıqda ona Baskin Robbins üçün 5 dollarlıq hədiyyə sertifikatı verdilər. Onun mənə dediyi sözlər həqiqətən də unudulmaz idi. Əslində heç nə verməsəydilər daha yaxşı olardı. Çünki indi mənim dəyərimin nə olduğunu açıq şəkildə bildirdilər. O illər sonra belə haqlı olaraq bu məsələyə əsəbləşirdi. 50 dollarlıq Amazon hədiyyə kartı. Necə pis hiss edə bilərdim? Axı bu demək olar ki, nəğd pul idi, düzdür? 4 nəfərlik bir komandanın üzvü kimi şirkətim üçün 26 milyon dollarlıq proqram müqaviləsi bağladım. Proqram texnologiya rəhbəri kimi təklifin yarısını yazdım və qalan hissədəki bütün mətnləri düzəltdim. Digər 3 nəfər iyerarxiyada məndən bir səviyyə yuxarı idi. Onlardan biri öz bonusu ilə bir Lexus aldı. Video baxdığınız üçün çox sağ olun. Fikirlərinizi şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Əgər videonu bəyəndinizsə, like etməyi və kanala abunə olmağı unutmayın. Yeni videolarda görüşənədək.